Deməli belə, biz bugün danışacağıq bağlayıcı haqqında. Siz bağlayıcını dərindən öyrənmək istəyirsinizsə, başa düşmək istəyirsinizsə, birinci elə bunun adına baxmaq bəs edir. Bunun işin adı nədir? Bağlamaq. Bağlayıcı ya sözü sözə bağlayacaq, ya da cümləni cümləyə bağlayacaq. Yaxşımı? İndi biz bağlayıcıları bölürük iki böyük qrupa. Tabesizlik bağlayıcısı, tabellik bağlayıcısı. Bir şey iki yere bölürük. Nəyə görə? Sintaktik vəzifəsinə görə. Bu sözün yerinə, bu ifadənin yerinə başqa şey yazır. Yazır bağlayıcılar mənasına görə iki yerə bölür. Mənasına görə 10 yerə bölür. Bir 6 dənə tabesizdə var, 4 dənə də tabeldə var. Çox tarif etdi də. İki yerə bölünür, amma mənasına görə yox. Sintaktik vəzifə. Bu sözü dəyişir, başqa bir şey yazır, bir iki yerə bölünür, tabesizlik, tabellik çox düz deyir də. Bağlayıcılar həqiqətən iki yerə bölünür də. Tabesizliyi var, tabelliyi var, düz deyir, amma nəyə görə bölünür? Bu sözü səhv edir. Səhv eləmirlər, azı səhv yazırlar ki, sən çaşasan. Birinci baxacağımız məsələ budur. Sonra gəlirik bura. Bağlayıcılar bölünür, tabesizlik, tabellik. Tabesizlik bağlayıcısı iki yerdə işlənir. O yerdəki tabesizlik əlaqəsi var. Tabesizlik, Rəşid arada deyir. Gün gəlməyəcək. Xeyr. Hə. Heç olmasa onunla qoşulacaq, demişsiniz ona, yoxsa necə? Hə. Deməli, davam edirik. Tabesizlik bağlayıcısı iki yerdə işlənir. O iki yer, o yerdir ki, orada tabesizlik əlaqəsi var. Tabesizlik biz deməkdir. Məsələn, siz bir-birinizə tabe deyilsiniz. Yaşınızdan, nə bilim, imkanınızdan, fiziki quruluşunuzdan asılı olmayaraq heç kim heç kimə tabe deyil. Özü məsələn, biri ailənin daxilində deyək ki, məsələn, 3 dənə uşaq var. Heç bir övlad, heç bir övlada tabe deyil. Hamısı valideynə tabedir. Yəni, övladlarla valideyn arasında olan münasibət tabelik əlaqəsidir. Amma uşaqların bir-birinə olan əlaqəsi tabesizlik əlaqəsidir. Bu da belədir. Tabesizlik bağlayıcısı o yerdə işlənir ki, orada tabesizlik əlaqəsi var. Tabesizlik əlaqəsi harada olur? Bir, həmcins üzvlər arasında. Həmcins üzv istənən sayır. Əli, Vəli, Məmməd getdilər. Əli, Vəli, Məmməd sözləri biri-birinə tabe olmadığı üçün onlar adlanır. Tabesizlik əlaqəsi var onların arasında və biz o Əli, Vəli, Məmməd sözlərinin arasında tabesizlik bağlayıcısı işlədə bilərik. Əli və Məmməd. Əli ilə Məmməd. Yaxşı. Bu bir. İkinci, mürəkkəb cümlə iki yerə bölünür. Tabesiz mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə. Aydın məsələdir ki, tabesizlik bağlayıcısı olacaq. Tabesiz mürəkkəb cümlədə, tabellik bağlayıcısı olacaq. Tabeli mürəkkəb cümlə. Başa düşdünüz? Bir daha təkrar edirəm. Tabesizlik bağlayıcısı iki yerdə olur. O iki yer, o yerdir ki, orada tabesizlik əlaqəsi var. Bir, həmcins üzvlər sayır, gəlirəm, gedirəm, oxuyuram. Gəlirəm, gedirəm, oxuyuram arasında və işlədə bilərsiniz. Vergül və ya və qoya bilərsiniz. İlə qoya bilərsiniz. Müxtəlif, məsələn, həm oxuyuram, həm yazıram, həm dincəlirəm. Görürsünüz, həm də ki. Bağlayıcılarından istifadə elədim. Məsələn, gah yağış yağır, gah gün çıxır. Burada tabesiz mürəkkəb cümlədir. Yağış yağır, gün çıxır. İki cümlə bir-birinə tabe deyil. Cümlə ilə cümlə arasında tabesizlik bağlayıcısı var. Cümlə ilə cümlə arasında. Amma tabellik bağlayıcısı isə bir dənə işlənmə yeri var. Tabellik isə vəsiyo, tabeli mürəkkəb cümlə. Məsələn. Yaxşı. İndi keçirik məna növlərinə. Bir dənə bu sadə mürəkkəbi oxuyarsınız. Burada hərçənd sözündən ehtiyatlı olasınız. Bunu xüsusilə sizə vurğulayıram. Mürəkkəb bağlayıcı istəyəndə hərçəndi götürürlər. Hər başa düşdümü? Çənd yoxdur axı. Bundan ehtiyatlı olasınız. Yaxşı. Keçdik bir-bir məna növlərinə. Burada əzbərləməli olacağınız bir xeyli şey var. Hə, qaldığımız yerdən davam edirik. Deməli, tabesizlik bağlayıcısının 6 dənə məna növü var. Tabellik bağlayıcısının 4 məna növü var. İndi məna növlərinə aid nümunələr var. Onları siz özünüz əzbərləyəcəksiniz. Mən sizə nəyə fikir verəcəm? Nəyi deyəcəm? Kitabınız var hamınızın qabağında. Onların altından əsas şeylərin qabağında xətt çəkəcəksiniz. Bax, birinci tabesizlik bağlayıcısı nədir? Birləşdirmə bağlayıcısıdır və ilə ilə. Belə bir qayda var. Ilənin yerinə həmişə və qoymaq olar.
Amma və-nin yerinə həmişə ilə qoymaq olmaz. Niyə? Bax, ilə sözləri bir-birinə bağlaya bilər. Məsələn, Həsənlə, yəni Həsən ilə, məsələn, tutalım ki, Amin gedirlər. Burada ilə sözü Həsən və Amin sözlərini bir-birinə bağladığı üçün bağlayıcıdır, yerinə və də qoya bilərsən. Həsən və Amin gedirlər. Amma ilə bağlayıcı ilə cümləni bağlamaq, iki cümləni bir-birinə bağlamaq olmaz. Məsələn, necə deyə bilərəm ki, Amir gəlir, ilə, məsələn, Rahid gedir. Bir şey olar? Yox. Yəni, ilə sözləri bağlayır, cümlələri bir-birinə bağlaya bilmir. Amma və sözü də bağlayır, cümləni də bağlayır. Asif və Ramil, məsələn, dostdurlar. Burada Asif ilə Ramil sözlərini bağlayıb və bağlayıcı sözü sözə bağlayıb, cümləni də bağlaya bilər. Asif gəldi və Ramil mənim getdi. Cümləni də cümləyə bağladı, sözü də sözə bağladı. Belə bir vəziyyət, belə bir mənzərə olduğu üçün biz deyirik ki, vənin yerinə həmişə ilə qoymaq olmaz. Bəlkə bu və cümləni cümləyə bağlayır. Onun yerinə necə ilə qoyur? Məsələn, Ramil gəldi və Asif getdi. Bu vənin yerinə nətər ilə qoyacaqsan? Ramil gəldi, ilə Asif getdi. Belə şey olmur axı. Bu məsələdən ehtiyatlı olasınız. Sonra, biz belə bir qayda sizə demişik, ilənin yerinə və qoyanda bağlayıcıdır. Bu, qəşəng metoddur, tutan metoddur, amma bir incə məqam var. Bir incə məqam var. Biz bunu həmzislərdə falan gələcəkdə biraz da genişləndirəcəyik. Bir məsələ var, bir anma var. Məsələ ondan ibarətdir ki, bu ilə bağlayıcıdırsa, iki şey bağlayıbsa və bunlar insandırsa, xəbər necə olmalıdır cəmdə? Məsələn, Asif ilə, məsələn, Ramil danışır. Burada iki nəfər danışırsa, sən danışır deməyin düzdür, danışırlar. Danışırlar. Çünki cümlədə belə bir... Yox, indi qulaq as da. Əgər cümlədə danışır veribsə, onda o ilə bağlayıcı deyil. Niyə? Bax, bura bax. Bir dənə bura bax qızım. Yazıram ki, fidanla, məsələn, tutalım ki, sevinç danışır. Sən demişkən, larlar yoxdur. Düzdür? Danışır. Kim? Hər ikisi danışa bilməz. Çünki sən danışırlar demirsən. Danışır. Neçə nəfər danışır? Bir nəfər. Adim. Bir dənə. One. Kim ilə danışır? Fidan ilə. Kim ilə nə ilə qoşmalı tamamlıqlar var idi. Yadınıza gələr keçənir. Buradakı ilə qoşmadır. Buraya yazıram, qoşma. Burada danışırlar olsaydı, artıq həm sevinç danışır, həm fidan danışır. Bura bir və qoyub bunlara bağlayıcı deyə bilərsin. Başa düşdü? Sizdə də var, keçənlərdə cümlələrdə sən və nə bilim, mən gedirəm, bir şey olar. İkimiz gediriksə, gedirik olmalıdır da. O günlər bir test vardı, baxdıq, həmən məsələ. Sonra bir dənə belə bir şeir var. Sən çıxdın qarşıma, cümləni tam yazma, çıxdın qarşıma, duzla, vergül, çörəklə. Getdi. Heç buna heç nə qoymuram. Uşaq deyir ki, müəllim, siz bizə qayda öyrətmişsiniz. La'nın yerinə və qoydum, bağlayıcıdır. Bunu bir dəfə danışmışam. Yaxşı, bu la'nın yerinə və qoydum. Vədən sonra vergül nə edəcəksən? Yaxşı, bura və qoydum. Burada da gərək və qoya bilərsən də. Çünki eyni şeydir. Həmzisi də sayır. Duzla, çörəklə, lapatka ilə, nə ilə. Bax, nə olur ki? Hə? Bax, nə olur? Elə. Yəni, qoya bilsəydin bağlayıcı olardı. Bu da mümkün deyil. Qoşma. Məcbur duz ilə mənasını verdiyi üçün bir gəlib vasitə qoşması. Yaxşı? La'nı başqa harda görmüsünüz? Zərf düzəldən şəkilçi kimi sürətlə, cəsarətlə, məharətlə, hünərlə, qəhrəmanlıqla, ürəklə. Feil yarada bilir, bəli, işdən işləmək, dişdən dişləmək, başdan başlamaq, gözdən gözləmək. Feil yaradan leksik şəkilçi kimi də işlənə bilir. Aydındır. Deməli, həm leksik olur, həm zərfdən, həm feil yaradan leksik şəkilçi kimi. Eyni zamanda qoşma olur, həm də bağlayıcı olur. Bu məsələdə də məncə problem qalmadı. Sonra, növbəti bağlayıcılarımız hansı məna növündə verib sizin kitabda? Tabi söz birləşdirmə getdi. Qarşılaşdırma bağlayıcı. Uşaqlar, qarşılaşdırma bağlayıcısının içində ancaq sözü ilə isə sözün altından xətt çəkin. Bu sizə lazım olacaq. Niyə? Digərlərini demirəm, amma boş verin. Onları öyrənəcəksiniz. Amma bu ikisi sizə problem yaradacaq. Problem nədən ibarətdir? Ancaq bağlayıcıda da var, ədatda da var. Bu bir. Amma ancaq lakin fəqət halbuki isə ancaq bağlayıcıda da var, məhdudlaşdırıcı ədatda da var. Araqlayıb baxa bilərsiniz ki, məhdudlaşdırıcı ədat, orada yazdım ancaq. Bu isənin var problemi. İsə
hissəcikdə falan var. Onunla bilmirəm qarışdırarsınız yoxsa qarışdırmazsınız. O qədər də çaşdırıcı deyil. İsənin problemi bilirsiniz nədir? İsənin isini silir. Sahə formasında sözdə işlədir və normalda biz demişik bağlayıcı ortada olsun da, o qovuşan yerdə olsun. O qovuşan yerdə olmur, ikinci tərəfdə olur. Ortada olmur deyənə onu görmək və o isini itirib sahə formasına, şəkilçi formasına düşüb, onu cümlədə tapmaq biraz çətin olur. Onu şöyle Aslında çizgisiyle yerine- karıştırmak. Yəqin ki, qarışdırarsınız. Aslında yerine başkalarını göstermek olur. Əslində hə, qarşılaşdırma bağlayıcılarını bir-birinə əvəz edib tapa bilərsiniz. Mənaya da baxmaq bəzən kifayət edir. Necə? Qarşılaşdırma bağlayıcısının işinin adı nədir? Qarşılaşdırmaq. Yəni bu bağlayıcı deyək ki, ortada qalır. Ümumiyyətlə bağlayıcı var da qarşılaşdırma. Bunun sağındakı və solundakı fikirlər bir-birinə qarşıdır. Məsələn, mən Amirxana demişdim dərsə qoşul. Normalda onun qarşılığında nə etməli? Qoşulmalı idi. Amma bunun əksi baş verib. Amma, ancaq, lakin, fəqət, halbuki, o isə qoşulmamışdır. Mən sizə demişdim, gələndə kitablarınızı gətirin, amma ancaq bu formada gedirsən də. Yəni bunun əksi baş verir. Mən qardaşımı görməyə getmişdim, ancaq görə bilmədim. Sən normalda getmişsənsə görməyə görə biləydin də. Məsələn, mən tutalım ki, müəllimdən icazə istədim. Sən icazə istəmirsənsə, bunun gedişatı göstərir ki, yəqin ki, sənə icazə verəcək. Amma, ancaq, lakin, fəqət, halbuki o mənə icazə vermir. Yəni, qarşılaşdırma bağlayıcısındakı o qarşılaşdırılan cümlələrdə fikir bir-birinə zidd olur. Adı üstündə qarşılaşdırma. Mən oxudum, ancaq oxumadı. Sən oxumuşsansa, gələ o da oxuyaydı. Bu məntiqdən qarşılaşdırma bağlayıcı o şeyləri bir-birinə bağlayır ki, onlar bir-birinə lori desə antonimdir. Daha gelib antonim sözü axtarmayın, yəni əksdir. Mən bildirəm, ancaq o bilmir. Sən bilirsənsə, gələ o da bilsin də. Müəllim mənə mövzunu dəfələrlə izah elədi, mən sənə dəfələrlə izah eləmişəmsə, görəsən başa düşəsən. Ancaq o nəksi baş verir. Mən başa düşmədim. Belə olanda qarşılaşdırma bağlayıcısı var. Məsələn, Asif dərsə gəlmişdi, Nurlansa gəlməmişdi. Asif gəlmişsə, yəni Nurlan da gələydi də. Elə bayağı məsələn, tutam deyirəm ki, Əli dərsə gəlib, Rəşidsə gəlməyib. Fikir versə, bu gəlibsə, bu da gəlməli idi. Bunun gəlməyi ilə, bunun gəlməməyi bir-birinə nədir? Qarşıdır da. Görürsə, orada isə bağlayıcısı var. Rəşidsə, o isini itirib, sahə formasına Rəşid sözünə qoşulub, Rəşidsə gəlməyib. Və elə olanda, əgər Rəşid bu videoya baxsa, deyəcək, müəllim, mənim adımı çəkmişdiniz, ona görə adımı çəkirəm ki, görüm o baxır, yoxsa baxmır. Nəysə, Rəşidsə gəlməmişdi. Buradakı sahə qarşılaşdırma, burada şərtdir. Niyə şərtdir? Çünki şərt feilə qoşulur, Rəşid feil deyil. Düzdür? Belə formada tapa bilərsin. Yəni, o sağ orada gizlənir, onu tapmaq olur. Ancağı ədatdan necə ayıra bilərsin? Yerinə amma qoysaz, bağlayıcı. Bu bir. Vergül görsəz, bağlayıcıdır özündən əvvəl. Görməsəz və amma qoya bilməsəz ədatdır. İndi ədatda təbii ki, ona bir də toxunacaq. Bir də belə bir şeydir, mənaya da fikir verməlisiniz. Mənaya da fikir verməlisiniz. Qarşı-qarşı olan fikirləri bir-birinə bağlayırsa, qarşılaşdırma bağlayıcısıdır. Məhdudlaşdırırsa ədatdır. Məsələn, kim kitabı gətirib? 50 qalırsan. Sən? Kim qayda kitabını gətirib? Aysa. Məsələn, təsəvvür edin ki, burada 15 dənə uşaq var, onu gətirib. Biz həmin insanları məhdudlaşdırırıq da. Ancaq filankəs kitab gətirmişdi. Normalda hamı gətirməli idi. Görürsünüz, məhdudlaşdırır. Məhdudlaşdırmaq nə demək? Azaltmaq. Məsələn, hərəkət məhdudlaşdırılır, azadlıq məhdudlaşdırılır. Məsələn, ola bilər sizin hərəkətləriniz məhdudlaşdırılsın. Məsələn, saat 8-də evə gəlirsə, gəlirsən saat 5-də məsələn, cəzalar falan. Nəysə, başa düşdünüz, yerinə amma qoydunuz, bağlayıcıdır, ancaq qoydunuz, ədatdır. Elə cümlə, vergül varsa bağlayıcıdır, yoxsa ədatdır. İndi nə edir? Bunun ən çətin forması nədir? Deyir, Asif Bakıya getmişdi. Asif Bakıya getdi. Nöqtə. Ki, bura ancaq qoyacaq. Bu ancağı ədatda düşünmək olar. Bağlayıcı da düşünmək olar. İndi bir məsələ var. Axı, mən sizə belə bir şey dedim. Vergül varsa bağlayıcıdır, vergül yoxsa ədatdır. O da möntərizədə yazır ki, durğu işarələri buraxılmışdır. Çünki sən vergülə rahat taparsan axı. Sən düşürü biraz çətinləşdirmək lazımdır. Asif Bakıya getdi. Tam ki, ancaq Nurlan, məsələn, Nurlan getmədi. Bu gedib, bu getməyib. Bura ancaq sözün qoysaq.
Vergül qoysa, amma qoysa, fərq eləmir də, yəni ancaq izah eləmək üçün deyirəm. Amma ədadda yoxdur, amma bağlayıcıda var da, bunu rahat taparsan. Vergülü yazsa, bax, buraxılıb deyir. Yazsa, bu bağlayıcıdır, o gedib, bu gedmir. İndi ola bilər ki, hamı gedib, yalnız Nurlan gedmir, məhdudlaşdırıcı ədad. Yəni, bu ancaqı bura qoysaq, bunu ədad kimi də düşünmək olar. Məhdudlaşdırıcı, yəni ancaq, yalnız, təkcə. O mənada ədad kimi də düşünmək olar, vergül qoymasaq ədaddır. Qoysaq bağlayıcı olur. Ona görə səni biraz da işimi çətinləşdirmək üçün mən tərzidə yazır, durdu işarələri buraxılır. Çünki sən sabah ondan mübahisə edə bilməyəsən ki, mən vergül, deyəcək yazmışam ora, vergül buraxılır. Biz hardan bilərik ədad? O elə vermir ki, o sənə verir ki, iki cür düşünmək olar. Məsələn, vergül cümləni qurur, nöqtə qoyur və ya xətt çəkir. Deyir, bura elə bir söz yaz ki, topluluqda bunun testi var. İmini bu sual var. Deyir, bura nə yazsan, həm bağlayıcı, həm ədad kimi düşünmək olar. Və yaxud da köməkçinin hissəsinin işləndiyi, məsələn, hansı köməkçinin hissəsinin işləndiyini əminliklə demək olmaz. Olmaz da, nə bilim, bağlayıcıdır yoxsa ədaddır. Vergül də qoymamısan. Başa düşdünüz? İki cür düşünülə bilər, ancaq belə suallarda istifadə olunur. İki cür düşünmək olar, əminliklə demək olmaz, ədadın işləndiyini demək olmaz əminliklə, nə bilim, bağlayıcının işləndiyini, belə suallarda istifadə olunur. Başa düşdünüz? Sonra bizim menüdə nəyimiz var? İştirak bağlayıcısı. İştirak bağlayıcısının içində iki dənə bağlayıcı problemi yaradacaq. Biri dadədir, biri də həttadır. O birisi bağlayıcıları əzbərləyəcəksə, həm mən gəldim, həm sən gəldin, ya biz orada iştirak eləmişik. O əzbərləyəcəksə, o heç, onunla işim yoxdur. Problem bir həttadadır, bir də dadədədir. Niyə problemdir? Hətta həm bağlayıcıda da var, həm ədadda da var. Qüvvətləndirən də ədaddır, iştirak edən də bağlayıcıdır. Mənaya fikir verə bilərsiniz, bir. Tapmaq yollarını deyirəm. Vergül, bəli. Həttadan qabaq vergül varsa, vergül, sonra hətta yazmışamsa bağlayıcıdır, vergül yoxsa... Hətta sadalanır. Hə, indi ora gəlirəm. Niyə vergül var? Əslində sadalandığı üçün vergül var da. Bax, deyirəm ki, Rahid, Amin, Amirxan, Amin, hətta... Deyək ki, Asif də gəlmişdi. Fikir verirsiniz, saymışam. İndi ola bilər, mən 5 dənə şey saymayayım, 1 dənə şey sayayım. Deyək ki, məsələn, tutalım ki, Xədicə, hətta Fidan da gəlmişdi, 1 dənə saydım. Amma əsas onu saydım. Yəni, həttadan qabaq sadalama intonasiyası varsa, yaxşı mı? Sadalama intonasiyası, bir də mənim bir müdavimim qayıtdırdığım mənim, onu da cümlənin ortasına düşür də. Deyək ki, cümlənin ortasında gördüm, elə yox. Elə bax, elə bu cümlənin ortasında olur, amma ondan qabaq sadalama olmaz. Sadəcə bir söz yığını olar. Elə baxmayın məsələyə. Sadalama varsa, hətta gəlibsə və vergül varsa təbii ki, bağlayıcıdır, yoxsa ədaddır. Məna ilə də tutmaq olar. Məsələn, hətta Asif də gəlmişdi, qüvvətləndirir. Amma Əli, Vəli, hətta Asif, yəni Asif də o gələnlərin içində iştirak edir. Bu bağlayıcıdır. Sonra gəlirik ən böyük problemlərdən biri, ən çox da sualda istifadə olunan dadə. Bağlayıcıdır, yoxsa ədaddır. Dadəni siz birinci harda görmüsünüz? Bitişik formada. İsmin hallarında. Həyətdə, yerlik halda. Həyətdə, bağçada, ağacda, həm Əlidə, Vəlidə, səndə, məndə, Bakıda, Şəkidə. O bitişik yazılır və siz onu bağlayıcı və ya ədadla qarışdıra bilməzsiniz. Çünki da bağlayıcı olan ədad ona ayrı yazılır. Sonra dadəni harda görmüsünüz? Yox, o deyil. Birbaşa da deyə bilərsən bağlayıcı. Orada elə deyil. Məsələn, deyirəm ki, Asif də gəlmişdi. Bu da bağlayıcıdır. Birbaşa düşünürsən də, indi ora gəlirəm, səbirli olacaq. Daha başqa harda görmüsünüz? Zəf düzəldən şəkilçi kimi. Yayda Bakıya gedərəm, qışda dərs oxuyaram, belə bir şey. Formada dediyiniz cümlələr var deyil. Orada olur, bəli. Sonra da olur bağlayıcı və ədad. Ədad olur bir qüvvətlendirici ədad, bir əmr ədadı. Ona ədadda söhbət eləyərik. Hələlik biz bağlayıcı haqqında danışırıq ki, bu da nə bağlayıcıdır? İştirak. İndi baxın, tutalım ki, məsələn, bugün kimi dərsə gəlməyib. Məşidi bildik, sonra. Zeynəb gəlməyib, ay sonra. Bax, biri məndən soruşur ki, Rahman, dərsə kim gəlməyib? Deyirəm, Zeynəb də gəlməyib. Aysa, ora gəlirəm. Əgər dərsə bir tək Zeynəb gəlməsəydi,
Mən niyə deyirəm Zeynəb də? Görürəm Zeynəb gəlmir də. Deməli o dəni düşünən adam o saat fikirləşir ki, başqa nəsə də var. Təsəvvür edin ki, məsələn, siz məndən soruşun ki, müəllim nə keçəcək? Deyirəm, isim də keçərik. O saat ağlınızda nə fırlanır? Deməli, müəllim ancaq isim keçməyəcək. Deyirsiniz ki, məsələn, əlavə dərs keçərik, müəllim neyin yeri? Deyirəm, mətn də işləyərik. Deməli, biz təkcə mətn işləməyəcəyik, qrammatika da işləyərik, mətn də işləyərik. Məsələn, bir yerə gedirik dincəlməyə, deyirəm, mən yeməyə nə var? Deyirəm, kebab da var. Yəni, deməyi, yeməkdən qəşən başa yemək içməkdə sıfır. Yəni, o demək ki, menyuda ancaq və yaxud da bir toya gedirsiniz, deyirsən, müğənni kim gəlmişdi? Deyirsən, Röya da gəlmişdi. Deməli, bir dənə Röya olmayıb da orada, başqa müğənnilər də olub. Bəli. Sanki ancaq toy, yemək. Bu iki mövzu sənin üçün əladır. Yəni, işte, və yaxud da bir iclas olur. Məsələn, deyirsiniz ki, iclasdan valideynlər də danışdı. Deməli, tək valideyn danışmayır. Və yaxud da bir evə qonaq gedirsiniz, meyvə alırsınız. Məsələn, deyirsən, nə alıb? Deyir, alma da al. Deməli, bir dənə alma almamısan da, başqa bir şey də almısan. Yəni, sənin aldığın bunların içində iştirak edir. Başa düşdünüz? Məsələn, mən bu həyatda ağac əkmək üçün bir nəfər vardı, maraqlandım, soruşdum. Dedim, sənin əlində nə ağac var? Dedim, narahat olma, müəllim. Alma da var, armud da var, saya da bilər, o heç. Dedim, var, məsələn, nar ağacı var, narahat olma, nar da var. Yəni, başqa bir şey də var. Bu məntiqlə bu iştirak bağlayıcıdır. Amma ədət olanda, mən bir dəfə sizə zarafat edmişəm, bizim bir Gəncəli müəllim tanışımız var. Dedim, danın yerinə dana qoyanda ədətdir. Məsələn, yaz dana, danış dana. Şimdi dana ilə bizi gedirsiniz o tərəfə, dananı tutursunuz, gedirsiniz. Hər iki mənada. Bu gedişdən olsa dana tutacaqsınız. Olan bilsin, kəpə ilə, məpə ilə, zəndə, vedrə ilə ki, gəlsin bağlayın. Nəysə, danı yerinə, dana qoyanda ədətdir, amma bir dənə bunu öyrənim gedməyin, nə imtihanlarım, ədət tabaram dana ilə, elə yox. Elə vaxtlar dana sənin köməyimə gəlməz. O, elə vaxtlar, mən bu söndürəm, bu skrin verir ekranı. Allah'a qurbanım. Telefon qıradan sonra ekran şəklini alır. Xülasə, deməli, danı iki dəfə ədat kimi düşünürsən. Əmr ədatı, bunu ədatdan varaqlayıb görə bilərsiniz. Bir də qüvvətləndirici ədat. Ha da belədir, bunu orada danışacağıq, geniş. Bunu necə ayırırsan? Mənim bu əmr ədatıdır, yoxsa qüvvətləndirici. Siz feilin şəkillərini sökürsünüz. Əmr şəkli, xəbər şəkli, arzu olan dağıdırsınız, özünüzə, gözümünü bilirsiniz. Ehtiyac yoxdur sizə baxmaq ümumiyyətlə. Hisslə, zadla belə əl hərəkətlərini ki, hiss edirsiniz ki, hansı variantda cadu axtarırsınız da. Siz testi belə yazırsınız. Əlinizi sürtürsünüz belə variantların üstünə. D variantına gəlirsə ağırlıq hiss edirsiniz. O cadu axtaranlar hiss edirsiniz ki, buradadır. Deməli, da ədat olanda, əmr ədat olanda feilin əmr şəklinə qoşulur. Yaz da, oxu da, danış da, bunun əksi də ola bilər. Danışma da, məsələn, müəllim sinifdə əsəbləşir, danışma da. Məsələn, bu da feilin əmr şəklinə qoşulduğu üçün əmr ədatıdır. Amma feilin digər şəkilləri var, məsələn, xəbər şəkli. Yazır da, məsələn, evdə tutalım ki, ata əsəbləşir, sizə qışqırır falan da, oxumursunuz, nəsə, ana görsən, bəzən gəlir müdafiə edir. Niyə qışqırsan uşaqsın? Uşaq oxuyur da, oxuyur da. Oxumur axı, oxuyur da, nə bilim, yaz. Və yaxud da bəzən valideyn əsəbləşir. Məsələn, tutam kimsə gəldi ki, sizin uşağınız 5 alır, bir başa düşmədim, oxumalıdır da. Mən sizin oxumur ki, özünüzün oxuyur da, vacib şəkli. Və yaxud da oxusa da, başa düşmür, feilin şərt şəklinə qoşulur. Yəni, feilin əmr şəklindən başqa. Digər şəkillərə qoşulanda, xəbər, arzu, vacib, məsələn, bunlara qoşulanda olur qüvvətləndirici ədat. Nədirsə ədatdır. Başa düşdük? Sonra, burada inkarlıq bağlayıcısı, bu çox rahatdır. İnkarlıq nədə, nədə ki? İnkarlıq bağlayıcıda iki şeydən ehtiyat olsunuz. Burada nə var ha? Nə sual əvəzliyində var? Məsələn, nə oxuyursan? Deyirsən ki, məsələn, əvəzlik, kitab oxuyuram, əsər oxuyuram, nağıl oxuyuram, tarix oxuyuram, mövzunun adını da deyə bilərsən. Məsələn, nə yeyirsən? Deyirsən, məsələn, dönər yeyirəm, qutab yeyirəm, kebab yeyirəm və s. Yəni, sualın cavabını verə bilirsənsə, sual əvəzliyidir. Nəni ədatda görəcəksin? Məsələn, nə pis adamdır, nə çətin mövzudur, nə maraqlı, məsələn, kilodur, nə gözəl mənzərədir. Sizi görürəm, maşallah. Çox sağ olun. Bəli, deyirəm ki, nə əcaib, nə qəribə mənzərədir, məsələn, bu formada. Bu ədat olur. Nə bağlayıcı olanda xəbər təsdiqdə olmalıdır. Bizim uşaqlar bəzən bizim insanlar bəzən düz danışmır. Bax,
Məsələn, indiyə kimi evdə olub ana əsəbləşib, bizim uşaq nə oxumur, nə bir iş görmür, nə belə bir şey olur. Ayşə, o elə deməməlidir də. Riyaziyyatda siz belə bir şey öyrənmisiniz. Mənfili mənfiyə vuranda müsbət edir. Bu yandan deyir oxumur. Sonra bu oxumuru nə ilə inkar edir? Deməli, oxuyur. Belə deyil. Biz nə ilə inkar elədiyimiz üçün xəbəri oxuyur deməliyik ki, bunu nə ilə inkar eləyək? Nə oxuyur, ya oxumur. Başa düşdünüz necə? Ona görə deyirik ki, xəbər, əgər inkarlıq bağlayıcısı işlədirirsə, xəbər gərək təsdiqdə olsun. Nə oxumur yox, nə oxuyur. Sən demək istəyirsən ki, oxumur. O oxuyur deyilən ki, bunu nə ilə inkar elə, nəticə alınsın, oxumur. Başa düşdünüz? Mənfili müsbətə verəndə cavab mənfilidir də, sən belə bilirsən. Hə, bunu başa düşdünüz? Hə. Sonra, başqa belə burada inkarlı bağlayıcısında bu iki şeydən başqa problem yoxdur. Bölüşdürmə bağlayıcısıdır, rahatdır, gah-gahda, gah yağış yağır, gah gün çıxır. Məsələn, evdə gah riyaziyyat oxursunuz, gah Azərbaycan oxursunuz, gah heç birini oxumursunuz. Məsələn, bölüşdürürsünüz, yəni oxumamaqla oxumaq arasında bölüşdürmə gedir. Yəqin ki, oxumamayı bölüşdürmədə seçirsiniz, üstün yolundadır. Sonra aydınlaşdırma bağlayıcısı var. Aydınlaşdırma tabesizdə də var, tabelidə də var. Nümunələr başqadır ya. Ki belə ki, tabelidədir, yəni, məsələn, tabesizdədir. Adlar eynidir, məna növləri başqadır. Bu hissə aydındır, tabesiz aydındır. Burada bir dənə yənidən ehtiyatlı olasınız. Yənini siz ədatda da görəcəksiniz, sual ədatında. Oxumur yəni. Burada necə olur? Sual Sən də. Bağlayıcıda. Yox, bağlayıcıda, bağlayıcı nə bağlayıcısıdır? Aydınlaşdırma. Deməli, sən yənidən sonra nə etməlisən? Aydınlaşdırmalısan. Məsələn, lapatka, yəni yeri qazmaq üçün istifadə olunan əşya. Marker, yəni yazı yazmaq üçün, bəli, əşya. Sual kimi olsa bilinərkən. Sual üçün, məsələn, bir dənə, məsələn, kimisə valideyninə zəng vurursan, məsələn, Asifin valideyninə zəng vurursan ki, sizin uşaq, məsələn, filan dərs oxumur. Nə, Asif oxumur yəni? Sual verir də, oxumur yəni, deyirsən ki, bəli, oxumur. Keçirik tabellərə. Tabellər bir dənə yerdə olur. Tabeli mürəkkəb cümlələr. Bunu bilmək sizə bilirsiniz, harada kömək olacaq? Mürəkkəb cümlələr. Ki, tabelli bağlayıcısı varsa və ya işlədə bilirsə, avtomatik cümlə nədir? Mürəkkəb cümlədir. Çünki tabelli bağlayıcısı bir dənə yerdə olur. Tabelli mürəkkəb cümlədə. Vəssalam. Ola bilər olmasın, sən əlavə eləyəsən. Məsələn, Fidan bilir bugün dərsi var. 2 artırıram. Fidan bilir ki, bugün dərsi var. Ya orada var o bağlayıcı, ya mən işlədə bilirəm. Deməli, tabelli bağlayıcısıdır, tabelli mürəkkəb cümlədir. İndi tabelli bağlayıcının məna növlərində birinci gəlir aydınlaşdırma. Burada 2-dən ehtiyatlı olasınız. 2-ni siz şəkilçi kimi görmüsünüz. Seçki, bitki, isimli bitki yazılır. Sonra mənimki, səninki, bizininki, əlinki, vəlinki, Məmmədinki, yəlikdən sonra gələn ki, yeni isim yaradır. Bunu da qoyduk qərara. Sifətdə yadca gəlir ki, dakıda ki var idi. Yalnız hansı sualına cavab verirdi. Dakı bölünmürdü. Ki, bildiyimiz. Çaşıq ona zaman zərfi zad götürürdü. Dünənki axşam ki, biz deyirdik sifətdir ya. Yalnız hansı sualına cavab verir. Həmin o kidir. Bura kimi şəkilçidir bu 3 dənə məqamda və şəkilçi olanda sözə bitki yazılır. Amma bağlayıcı ilə ədatda ayrı yazılır. Müəllim necə ayırar? Bu ki bağlayıcıdır, yoxsa ədatdır? İndiyə kimi uşaqların böyük əksəriyyəti vergülla ayırır. Deməli, 2-dən sonra vergül gördüm, bağlayıcıdır. Amma vergül görmədim, ədatdır. Hə, deməli ki bağlayıcı olanda tabelli bağlayıcıdır deyənə ortada bu ki gəlir, vergül olur. Bu tərəfdə də bir cümlə olur, bu tərəfdə də. İndi cümlə müxtəsər cümlədir, geniş cümlədir, o başqa məsələ. Cümlə bir sözdən də ibarət ola bilərdi, yalnız xəbərdən. Dedim ki, gələcəyik. Dedim bir dənə cümlədir, mən dedim, gələcəyik, biz gələcəyik yenə bir cümlədir. Yəni balaca cümlə, böyük cümlə fərqi yoxdur. Cümlənin xəbəri buradadırsa, burada da bir dənə xəbər varsa, Rəsulullah burada deməli 2 cümləmiz var. İndi xırda istisnaları qoyuram da, gerçi mənim birdən bəlkə adlı cümlə oldu, onu qoyuram qərara. Sualla, üzrüsünə, vergülla ancaq vergülü əlimizdə bayraq eləməyin. Mən sizin üçün ki ədatını işlədərəm, ondan sonra vergül olar. Məsələn, mən ki, ki hansı nitq səsdir? Ədat. Düzdür? Xitab eləyirəm. Asif. Asif. Kitab ortada yazılır. Kitab cümlədə ortada olduğu üçün İki tərəfindən vergül. hər iki tərəfdə belə vergül heç yerdə yoxdur ya. Hə. Hər iki tərəfdə vergül. Hani bir Zavaq deməli. Hə? Zavaqdır. Hə, istehsal edeyik.
Deməli, mən ki, Asi, sənə pislik eləməmişəm. Fikir verin, 2-dən sonra nə gəlir? Vergül. Amma bu bağlayıcı... Hə? Ədası nasıl edir? Qüvvətlendirici ədatdır. Ədatda da 2 dənə yerdə var. Bir sual ədatında var. Məsələn, bu adətən cümlənin sonunda o işlənir də. Məsələn, tutaq ki, İsmail dərsən gələcək ki, nə bilim, filan kəs filan yerə getdi ki, bu formada kilər sual ədatı olur. O sualda tutmaq olur. Yine bu bağlayıcı kimi işlədir. Məsələn, Fidan dedi ki, Fidan dedi bir dənə cümlə. Bu gün Azərbaycan dərsi var, bu gün Azərbaycan dərsi var, yenə bir dənə cümlə. Ha, başa düşdüm. Bəli. Ki qalır ortada, sağı solu cümlə olur. Elə bir baş budaq cümlənin bir-birinə Ancaq bağlayır. belə işlədir. Ancaq başqa bir yeri yoxdur. Bəs biz başlayanda nə dedik? Tabelli bağlayıcılar ancaq cümləni cümləyə bağlayır. Başqa yoxsa bir yeri yoxdur. Bunu ayıra bilərsiniz də inşallah. Sonra səbəb bağlayıcısı. Uşaqlar, səbəb bağlayıcısında səbəbi deyirsən. Bax, məsələn, tutalım ki, nümunələr deyirəm. Məsələn, Amin neçə vaxtı dərsə gəlmir? Çünki xəstə idi. Ona görə ki, ondan ötürü ki, bax, görürsünüz, səbəbdə özündən sonra səbəbi deyir də, bu qədər rahat. Sonra var güzəşt bağlayıcısı, hərçənd ki. Bu nə deməkdir? Elə bir nəsə güzəşt edirsən. Tutalım ki, deyir ki, Amirxan testləri zəif yazır, hərçənd qabiliyyətli uşaqdır. Elə bir testi yazmamalı. Bəzən məktəbdə olur. Məsələn, bir uşaq çox sakit, təbiətli, qabiliyyətli, tərbiyəli uşaqdır. Zəif yazsa da ona bir qiymətli biraz güzəşt edirlər. A-sə 4 yazırlar, deyirlər ki, oxumur, hərçənd qabiliyyətli uşaqdır. Elə bir bu hərəkətini ona güzəşt edirlər. Hərçənd yaxşı uşaqdır. Məsələn, hərçənd pulu var, amma məsələn, axmaq adamdır. Hərçənd maşını var, amma adam kimi sürmür. Elə bir bunu ona güzəşt edir. Başa düşdün necə? Mənfi və ya pis, yaxşı mənada. Sonra gəlir şərt bağlayıcısı. Yəqin ki, hamınızla, düz otur. Evdə dərsə başlayanda şərt qoyurlar. Əgər oxusan, qızlara deyirlər, əgər oxusan, sənə filan şeyləri, oğlanlara deyirlər, oxumasan, fəhləli. 80 bal. 80 nə? 80 bal. Nə balı? Deyir ki, mənim qızda 250 bal toplayanda ağlayırlar. Allah'ım hərsin. Aysa, bax, cümlələrə fikir verin. Əgər oxusan, məsələn, sənə iPhone alarım. Kitayski 120 manat. Sonra, Aysa, madəm ki oxumur, lapatkanı verin, geçsin işləməyə. İndiki bir halda ki, əgər oxusa, nə bilim, nəticəsi xeyrin görəcək. Bunlar hamısı nədir? Şərt bağlayıcısıdır. İndi mən sizin qrupa deyəsən atmışdım. Atmamışam, yenə atmışam. 60. Nə yapmışam? Hansı bağlayıcının qabağında vergül işlənir, ayrıca deyəsən göndərdim. Göndərməmişəmsə göndərəcəm. Bax ki, belə 2-dən sonra vergül olur. Və ilə vergül istəmir. Elə bağlayıcılar var, yalnız özündən əvvəl vergül istəyir. Bəzi bağlayıcılar da var. Məsələn, ya da ki. Bunlarda birinci bağlayıcını çıxırsan, o birislərdən qabaq vergül olur. Dadədə necədir? Dadədə vergül dadadan sonra qoyulur. Amma axırıncısından başqa. Həsən də gəldi, Vəli də gəldi, Fidan da gəldi, Rahidə də Birincisinə qoyulur, ikincisine qoyulur. 1, 2, 3 nə qədər varsa qoyulur, axırıncısına qoyulur. Amma yadakılarda isə birincisini Tək çıxırsan. gələndə necə olur? Dadədə heç vaxt vergül qoyulur. Həsən də gəldi, nə qədər vergül qoyarsan, alınmır belə bir şey. Bu aydındır. Bəli. Homonimlik məsələsində də en qədər toxundum da bunlara inanmıram siz şaşasız. Vergül məsələsini dedik. Belə. Başqa? Orada test işləyir. İndi yəqin ki, tez işləyəcək. Qeyri-adi bir şey. Məncə. Hələ bir də gəldi.